Zübeyri hakimiyyəti idi. İlk sözü nə idi hakimiyyətə gələndə Kəbədə? Mən Hüseyn ibn Əlinin qanın tökənlərin intiqamını özüm alacağam. Bu adla gəlmişdi. Və bəziləri də Zübeyir hakimiyyətinin elə doğrudan Əhl-i Beytə məhəbbətin olduğunu deyirdilər. Bəyəm Əməvilərin əlindən hakimiyyət Abbasilərin əlinə keçəndə nə qədər tarixdə nadan şiyələr var idi ki, Abbasi xilafətini dəstəkləyirdilər. İmam ürəyi yanırdı, başa sala bilmirdi ki, Abbasilər hakimiyyətə gəlsə, bizə Əməvidən betər zülümlər eləyəcək. Necə ki də elədi. Abbasilərin qohumluq cəhətdən Peyğəmbərə yaxınlığı Əməvilərdən çoxdur. Hakimiyyətə gələndə ən böyük zülmü Abbasilər elədi Əhl-i Beytə. İmam Şazimin qatili, İmam Rızanın qatili, İmam Muhammed Təqinin qatili, İmam Həsən Əli Yənnəqinin qatili, İmam Həsən Əskərinin qatili, İmam Zaman əleyhissalamın qeybət çəkilən vaxtı tərəfdarlarının qatili. Hamısı Abbasilərdən oldu da. Amma onlar da hakimiyyətə gələndə insanların, haqların və hüquqların hamısını özünə qaytaracaq, beytülmalı insanlar arasında ədalətlə bölməyə söz vermişdilər. Amma imam bilirdi, bu Abbasilərin tutduğu yol Əhl-i Beytə düşmənçilikdir. Adı dostluq ünvanındadır ki, bəzilərin beyyətinə çağırsın. Bugün də biz zamanda gözümüzü yaxşı açsaq, yaxşı məsələlərə baxa bilsək, öz zamanımıza vəzifəmizi düz tanıya bilərik.